Siz necə oldu belə qalxdınız? Sizə kim dəstək oldu? Uğurunuza səbəb nə oldu? 3 il öncə bu haqda bir çıxış eləmişdim, milyonlar izləmişdi. Ola bilsin ki, izləyicilərimizin yadından çıxardıb yenə bu sualı verirlər, az müddət deyil üçün. Və istəyirəm ki, yenidən bu haqda bir çıxış eləyim. Ən azından bir motivasyon, bir video kimi izləyin, yadınızda qalsın. Gələcəkdə bəlkə də sizlərin də belə bir hadisə başınıza gələr və sizlər də bu videodan motivasiya alıb uğur əldə eləyərsiniz. Deməli, illər öncə mən işçi işləyirdim. 1 metr yarımlıq bir vitrin idi, hipermarketin içərisində. Deməli, mən işçi idim orada, konkret alver yox idi, nə tanınmırdım. İzləyicim də yox idi, heç kim məni tanımırdı, dost tanışdan başqa. Və bir gün alver yoxdur, səhər saat 9-da işə gəlmişəm, günorta saat 9-dur, alver nə qədərdir? 9 manat. Neyniyim, 6 saat işə gəlmişəm, 9 manat alver var. TikTokda təzə dilçəlirdi onda. 2019-2020 idi, neçinci ildə var. Deməli, bir video paylaşdım ki, elə belə ya, öz maaşımdan Xərcov qrambal ətinin 50 millisini düzəltdim, qoydum ki, bir izləyicimə hədiyyə edəcəm. İzləyicim də, deyim də, aylarla yığılan izləyici idi, haradasa bir 9-10 min arası izləyicim var idi. O da ki, aylarla yığılan izləyici də aktivli yoxdur da, bir dənə video atırsan 5 saata 20 like gəlir. Nəysə, video paylaşdım ki, bir izləyicimə hədiyyə edəcəm bunu. Dedim, ən azından nəsə eləməyə çalışıram da, izləyicilərimdən birinə düşər bu. Belə oldu ki, 2 saat ərzində, saat 5-ə qədər bu videoya 3500 baxış gəldi. Və mən sevindim ki, necə yəni 2 saata mən 3500 baxış gəldi. Və bir komment seçdim, kommentlər oxudum ki, hamı da yazmışdı ki, mənə hədiyyə elə, mənə hədiyyə elə, mənə hədiyyə elə və bir izləyici də yazmışdı ki, mənim anam xəstədir və mən də işləyə bilmirəm deyə anama baxıram, anamla tək qalıram. Sabahda anamın ad günüdür. İşləyə bilmədiyimə görə də anama hədiyyə ala bilməyəcəm. Onu mənə hədiyyə edə bilərsiniz. Mən də bu kommentə video çəkdim, paylaşdım. Saat elə 5-6-ya işləmiş. Və getdim evə, TikToka marağım yoxdur onsuz da. Yəni 3 gündən bir dənə video atar, amma elə belə şəkilli video atar. Getdim evə. Axşam oldu, yatdım. Səhər durdum, işə gəldim. Orada da gündələr olur da 80 manat, 70 manat. Yəni, yaxşı vəziyyətdə. Gəldim işə, and olsun Allaha, işə çatanda gördüm 2-3 nəfər vitrin yanında gözləyir. Çatan kimi qucaqlayıb öpdülər mənə. Deyirəm, qızım, nə olur? Deyir, sən ürəyivə qurban oldum falan filan. Deyirəm, nədir məsələ, nədir? Obşun, deyirlər ki, TikTokda bu falan videonu görmüşük, sən nə gözəl ürəyə sahibsən. Baxdım ki, neynəmişəm, bir də ətir vermişəm də. Girim TikToka ki, nə olub, nə baş verib, hələ girməmişəm. And olsun Allahıma girdim ki, indiyənə qədər yadımdadır. Videoya 749 min baxış gəlib, 3400 nə qədər də komment gəlib. Hamıda da kommentdə yazır ki, sən dünyaya gətirən ananın əllərindən öpürəm, səni tərbiyə verən ataya halal olsun, onun əllərindən öpürəm. Bax, ancaq kommentlər budur. Və izləyici də o 9-10 mindən qalxıb 41 minə. Şokdayım da, yəni, necə yəni 30 min izləyici, 30-31 min izləyici bu qədər qalxar. O gündən Allaha and olsun həmin gün deyirəm, amma həmin günü mən 1200 manat alver verdim. Yəni şokdaydım da, yəni orada həmin alver bəlkə 15-16 gün olardı. Allah deyir ki, sən mənə 1 addım at, mən sənə 5 addım atarım. Allah mənə 5 yox, 500 addım at. Şükürlər olsun, bugünkü gündə nə eləmişəmsə, birinci növbədə Allahıma borcluyam və şükür edirəm hər günümə. İkinci növbədə də ki, məni sevən, mənə dəyər verən izləyicilərimə. Mən bilirsiniz də, mən jeton diləniyim, elə şeylərin aram yoxdur. Mən ki, biznesdir, işimi qurmuşam, heç kimdən dəstək almamışam, yəni maddi cəhətdən. Amma bugünkü gündə nə eləmişəmsə də, öz şokuma eləmişəm. Bunu deyirəm, bu təvazökarlıq kimi qəbul eləməyim. Yəni, deməyim odur ki, kimsə artıq komment yazanda 2 dəfə fikirləşsin. Niyə artıq komment yazıram? Ki, mində 1 olur. İstəyirəm o mində 1 də olmasın. Hələ mində 1000 yaxşı yazılsın. İnşallah kim nə iş görürsə, Allah xeyrini versin. Allah sizlərdən razı olsun. Qulaq asdığınız üçün də minnətdarım. Öpürəm.